2 günlük beynəlxalq konferans işə başlayıb. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, etik jurnalist təşəbbüsləri, Azərbaycan layihəsinin koordinatoru Müşfiq Ələsgərli tədbirin Avropa Komissiyasının maliyyə dəstəyi ilə keçirildiyini bildirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konferansın medianın inkişafında mühüm rol oynayacağını deyib. Konferansda iştirak edən Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdür müavini Ərəstu Mehdiyev 1998-ci ildə Azərbaycana senzuranın ləğv olunduğunu xatırladaraq ölkədə istiqamətdə digər addımların da atıldığını vurğulayıb. Administrasiya rəsmisi deyib ki, bugün cəmiyyətdə azad sözə ehtiyac var, amma azad söz də vicdanlı, obyektiv olmalıdır. Bu baxımdan mətbuatda görüləcək işlər də çoxdur. Qeyd edək ki, 2 gün müddətində konferansda Azərbaycan mediasında redaksiya azadlığı, mediada etik məsələlər, redaksiyalarda maliyyə şəffaflığı, media və siyasi münasibətlər mövzusunda müzakirələr aparılacaq. Bəzi mövzular var ki, Azərbaycan mediasına aid müxtəlif çevrələrdə müzakirə olunur və çox vaxt mediaya aidiyyatı olmayan şəxslər bu mövzuları qabardırlar. Amma biz hesab edirik ki, medianın problemlərini məhz media təmsilçilərinin özləri ilə səmimi şəkildə, açıq şəkildə bir müzakirə keçirək. Burada deməli, media sahəsində çox bildiyimiz kimi beynəlxalq səviyyədə yeni təşəbbüslər meydana gəlir, medianın yeni qolları yaranır, sosial jurnalistika yaranır, vətəndaş jurnalistikası yaranır və bütün bu jurnalistikalarda deməli, etik davranış qaydalarına necə riayət eləmək olar, bunları necə media çərçivəsinə, media etikası çərçivəsinə sığışdırmaq olar. Bax, bütün bunlar müzakirə olunacaq. Azərbaycanda internet medianın, onlayn medianın inkişaf məsələləri müzakirə olunacaq. Bütün bunlarla yanaşı redaksiyalarda maliyyə məsələləri, maliyyə şəffaflığı və bütün bunların fonunda Azərbaycan mediasının mövcud durumu müzakirə olunacaq. Hesab edirik ki, çox əhəmiyyətli bir tədbirdir.